Burada uzun bir şey var. Bu nədir? Herkese salam uşaqlar. Bugün belə bir oyuncaqla gəlmişəm. Bu oyuncaq əslində nə işə yaradığını bilmirəm. Aslında karşıma çıxdı. Amma maraqlı gəldi mənə. Fikirləşirəm ki, bu oyuncaq bundan ibarət deyil. Yəni belə səs çıxartmır ancaq. Yəqin ki, burada nəsə bilmədiyimiz bir şey var. İçərisində kiçik-kiçik şirin-şirin toplar, dondurma və 2 ədəd göz var. Yəni bunlar arbiz olduğunu düşünürəm. Su tökəndən sonra biləcək bunlar şişir yoxsa. Baxaq sizinlə görək necə olacaq. Deməli bunu açırıq. Topların hamısını aşağı edək. Və açaq. Aça bilsək. Topların bəzlərini dağıttım. İçərisində gözlər var belə. Şimdi burası su əlavə edəcəm. Su əlavə edib gözləyəcəm. Oy, çox oldu məncə. Qapağını bağlayaq. Amma suyu çox oldu deyəsən. Gözleyip göre toplar şişecek yoksa yok. Dostlar artık 2 dəqiqəyə yaxın vaxt keçdi. Arbizlər şişiblər. O kadar şişiblər ki kapağı artık üstündən çıxır. Yəqin sadəcə bundan ibarətdir bu oyuncaq. Çünki kapaq bağlı qalmır. Böyle bir şey. Belki bağlasam görüm qalar yoxsa yox. Böyle bir şeydir. Baxın. İçərisində hələ də su var. Arbizlər hələ də şişir. Amma qapağı bağlanmır. Belki de bunu sadəcə bundan ibarətdir elə. Başqa bilmirəm nə etmək olar bunu. Gözləri koyabiliriz bile. Dondurmanı kasiyerken koyabiliriz. Dağıldımsa. Burada uzun bir şey var. Bu nerede? Uzun arbiz. Böylesini 2 dəfə görürüm. Gözləri düzəldək. Bunu da koyaq. Dondurmanı da koyaq. Burnuymuş kimi. Kapağını da bağlayaq. Bağlayabilsək. Dağılır ama. Çox olduğuna görə dağılır. Hamısı dağıldı. Ama maraqlıdır. Arbiz oyuncaqlarını sevənlər ala bilər. Bilmirəm arbizlərin nə məqsədlə istifadə edəcəyiz. Amma arbizlər fərqli arbizlər. Göstərim sizə. Kristal kimidir. Həmişə gördüklərimizdən fərqlidir. Yəni mən beləsini 2 dəfə də görürəm. Baxın, elə bir kristaldır. Daha da yaxınlaşdırım sizə. Gördünüz. Kristal kimi. Bilirsiniz ki, arbizlər suyu çəkiləndən sonra yenidən balacalaşırlar. Yəqin ki, bunlar deyil olacaq. Ondan sonra qapağı bağlana bilər. Bu qədər dostlar. Bağlayın bunu. Yeni videolarda görüşerik. Hələlik.